Salam dəyərli gənclər. Bugün biz tələbələr üçün çox önəmli və real imkanlar təqdim edən bir proqramdan danışacağıq. Azərbaycan Respublikasının dövlət proqramı. Düşünürəm ki, son illərdə təhsil sahəsində görülmüş ən böyük təşəbbüslərdən biri elə bu dövlət proqramıdır. Buna görə də dövlət proqramı haqqında ətraflı bir məlumatı sizinlə paylaşmağı özümə borc bilirəm. Bu proqram minlərlə gəncə dünyanın aparıcı universitetlərində təhsil almaq üçün tam maliyyə dəstəyi verir. Bu videoda biz öyrənəcəyik ki, bu proqram kimlər üçündür, hansı ölkə və universitetlərə aiddir, maliyyə dəstəyi nələrə əhatə edir və müraciət şərtləri nələrdir? 1. Dövlət proqramı nədir? Gənc nəslinin yüksək təhsil alması qarşımızda duran əsas vəzifələrdən biridir. Ulander Heydər Əliyevin bu sözləri Azərbaycan Respublikasının xarici təhsil üzrə dövlət proqramının mahiyyətini ən yaxşı şəkildə ifadə edir. Bu proqram sadəcə bir təqaüd mexanizmi deyil. Bu, ölkənin gələcəyinə qoyulan strateji bir səmayedir. Məramnaməsinə görə, proqramın əsas məqsədi Azərbaycanın inkişaf üçün vacib olan sahələrdə yüksək ixtisaslı kadrların hazırlanması, gənclərin dünya miqyasında rəqabət qabiliyyətli mütəxəssislərə çevrilməsidir. Dövlət proqramının vasitəsilə minlərlə gənc dünyanın nüfuzlu universitetlərində Harvarddan Oksforda, Heidelbergdən Tokyoya qədər tam maliyyə dəstəyi ilə təhsil almaq imkanı qazanır. Onların hər biri öz sahəsində müasir bilik və bacarıqlarla silahlanaraq vətənə qayıdır, Azərbaycanın elmi, iqtisadi və sosial inkişafına töhfə verir. Proqramın indiyədək iki böyük mərhələsi olub. 2007-2015-ci illər minlərlə tələbə dünyanın nüfuzlu universitetlərində oxudu. 2009-2023-cü illər yeni mərhələ ilə prioritet ixtisaslarda dəstək davam etdirildi. 2022-ci ildə isə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən 2022-26 və 25-35 hədəflərinə uyğun uzun müddətli plan təsdiqləndi. 2. Hansı ölkələr və universitetlər? Proqram yalnız dünyanın aparıcı universitetlərini əhatə edir. Bura daxildir. ABŞ, Harvard, MIT, Stanford, Yale, Columbia və sair kimi top 10-luqda yerləşən universitetlər. Böyük Britaniya, Oxford, Cambridge, Imperial College London, UCL, LSE və s. Almaniya, Humboldt, Münih, Heidelberg. Türkiyə, Boğaziçi, ODTÜ, Hacettepe, Koç, Bilkent. Asiyada Sinqapur Milli Universiteti, Yaponiya və Cənubi Koreya universitetləri və digər Avropa ölkələrinin top universitetləri. Yəni siyahıya yalnız ilk 500-lükdə olan universitetlər və strateji əhəmiyyətli ixtisaslar daxildir. Üçüncüsü, hansı ixtisaslar dəstəklənir? Dövlət proqramı hər ixtisası maliyyələşdirmir. Əsas diqqət bu sahələrə yönəlir. Sistem sahələri, mühəndislik, kompüter elmləri, informasiya texnologiyaları, təbiət elmləri, fizika, kimya, biologiya, ekoloji sahələr, ictimai və pedaqoji ixtisaslar, müəllimlik, pedaqojika, strateji sahələr, enerji, iqtisadiyyat, idarəetmə və beynəlxalq münasibətlər. 4. Maliyyə dəstəyi nələrə əhatə edir? Proqram tam təqaüd formasındadır və tələbənin bütün əsas xərclərini qarşılayır. Təhsil haqqı, yaşayış xərcləri, yataqxana və ya kirayə ev üçün ödəniş, tibbi sığorta, gediş-gəliş biletləri, viza və qeydiyyat xərcləri. Yəni, tələbə yalnız təhsilinə fokuslanmalıdır. Bütün maliyyə yükünü dövlətimiz daşıyır. 5. Müraciət şərtləri. Birincisi Azərbaycan Respublikasının vətəndaşı olmaq. İkincisi yaş həddi. Adətən bakalavr üçün 17-25, magistr üçün 30 yaşa qədər. 3. Yüksək akademik nəticələr. Ortalama bal, beynəlxalq imtahan nəticələri, SAT, IELTS, TOEFL və s. 4. Qəbul məktubu. Namizəd mütləq əvvəlcə xarici universitetdən qəbul almalıdır. Proqram bitdikdən sonra siz ölkəyə qayıdıb işləməlisiniz və bu təxmini 5 il müddətində olur. Bu proqram vasitəsilə yüzlərlə tələbə hazırda dünyanın aparıcı universitetlərində təhsil alır. Hər il 500 tələbəlik bir kvota var. Məsələn, ABŞ-da mühəndislik, Böyük Britaniyada iqtisadiyyat üzrə oxuyan minlərlə gənclər var. Onların çoxu bu proqramı bitirdikdən sonra Azərbaycana qayıdaraq dövlət sektorunda, universitetlərdə və özəl şirkətlərdə fəaliyyət göstərir. Yəni, proqram yalnız şəxsi inkişaf deyil, həm də ölkənin gələcəyinə birbaşa töhfə deməkdir. İndi isə dövlət proqramı qalib olmaq üçün faydalı bir neçə praktiki məsləhət verim. Əvvəlcə hədəf universitetini seç və qəbul məktubu almağa çalış. Sonra IELTS və TOEFL imtahanlarını vaxtında hazırla. Proqramın rəsmi saytını və Elm və Təhsil Nazirliyinin elanlarını mütəmadi şəkildə izləmək çox vacibdir. Bunu unutmamaq lazımdır. Bu təqaüd sadəcə oxumaq üçün deyil, ölkənin inkişafına töhfə vermək üçün liderlər hazırlamaq məqsədindən yerinə yetirilir. Azərbaycan Respublikası dövlət proqramı ölkəmizdə gənclər üçün misilsiz bir fürsətdir. Dünyanın ən yaxşı universitetlərində tam maliyyələşən təhsil imkanıdır. Bu proqramın ruhunda yalnız fərdi uğur deyil, həm də vətənə xidmət, gələcəyinə inam və milli inkişaf hədəfləri dayanır. Dövlət gənclərinə güvənir, onları dəstəklərir və onlardan gözləndikləri də böyükdür. Onların gözləntisi isə əldə etdikləri bilik və bacarıqları öz ölkələrinin yüksəlişi naminə istifadə etməkdir. Azərbaycan Respublikası dövlət proqramı sadəcə xərcli təhsil fürsəti deyil, həm də gənclərin vətənə borcu, xalqın gələcəyinə verilmiş sözdür. Videonu faydalı hesab etdinizsə, kanala abunə olmağı, bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək.